İkinci sualla soru çözümüne devam edirik. Gördüğünüz kimi burada A plus B 1, A kubsa ya B kub bərabər 16'da 7'dir. Bu çarpanlar ayırma mövzusuna aiddir. A kub plus B kub üçün bizim düsturumuz var idi. A plus B, A kvadrat minus AB plus B kvadrat. Həmçinin biz ikinci tərəfi bu cürdə yaza bilərik. A plus B, A plus B'nin kvadratı çıx 3AB. A kub plus B kubu 16'da 7 veriblər bizə. A plus B'ni də 1 veriblər. Yəni 1 vurulsun, 1'in kvadratı çıx 3AB. 3 buradan da çıxır ki 1 çıx 3AB bərabərdir 16'da 7. 3AB də tapanda 1'dən 16'da 7'ni çıxırıq. 3AB olur bizdə 16'da 9. AB'ni tapırıq çünki bizdən AB'ni istəyir. AB də bərabər olur 16'da 9 bölü vurulsun 3'də 1 və cavab burada da 9'dan 3 ixtisar gedir. Qalır 16'da 3. Cavabımız B bəndir.